ilk gəldiyiniz gün necə xatırlayırsınız? Radioya mən uşaq yaşlarından gəlirdim. Ofelia xanım, necə oldu televiziyaya keçdiniz? Məcburən keçirdilər məni. Səhər verilişlərinə xüsusən aparılmışam. Mənim yadıma gəlmir ki, mən haçan oyuna mübahisə eləmişəm, ya sözümüz düz gətirməyib, olmayıb belə şey. İndi gəlmişik, yazırıq, böyük ekranda özdə ayaq üstə yazırıq da. Bir də gördüm ki, Leyla xanım çantasından çıxartdı bir parça yağ çörək, üstündə də qəşəng pendir. Ay Ofelia, bu ekran nə deyib, belə eləyir deyə mənə. Bax, üfürdün, danışdın, üfürdün göyə. Nə qaldı göydə, heç nə. Qocalmaq necə bir hissdir? Mən hiss eləmirəm qocalmağı. Darıxıram vali üçün. Çox darıxıram. Yeri görsənir. Ofelia xanım, Bəli, sizi görmək çox xoşdur. çox sağ ol. Çox sağ olun ki, bizi qəbul eləmisiniz. Çox sağ ol. Və əvvəlcə demək istəyirəm ki, Ofelia Sənaani bizim uşaqlığımızdır və şəxsən mən öz payıma və mənlə həmyaşıd insanlar Ofelia Sənaaninin səsi ilə böyüyüblər. Bugün sizinlə üz-üzə oturmaq mənim üçün həm də uşaqlığımla üz-üzə oturmaqdır. Necə hiss edirsiniz özünüzü? Çox sağ olun. Elə həminki xarakterdir. Gah uşaq oluram, gah ağlayıram. Siz fəaliyyətinizə radiodan başlamısınız. Bəli. Radioya ilk gəldiyiniz gün necə xatırlayırsınız? Radioya mən uşaq yaşlarından gəlirdim. Uşaq verilişləri oxuyurdum. Sonra qaçırdım instituta. Əvvəlcə radionu üstün tuturdum. Mütləq vaxtımı ayırırdım radio üçün. Ondan sonra işlərimə gedirdim. O zapislərimə gedirdim. ASTV-yə, sonra nə bilim başqa kanallara çağırırdılar, gedirdim. Heç kəsi də etiraz eləmirdim. Kinostudiyada gedirdim dublyajlara. Arada bir filmə də çəkildim. Onlara da etiraz eləmirdim. Hamısına vaxtım çatırdı. İnanırsan. Evə gələndə bəs uşaqlar var axı. Onların da xörəkləri var, yeməkləri var. Mən gecə başlayırdım xörəklərini bişirməyə səhər üçün, sabah üçün. Qonaqlar üçün ayrıca bir qazanda bişirərdim. Rəhmətlik validim bir dənə Arif adında dostu vardı, akademik idi o, çox dilçi alim idi, çox gözəl alim idi. O vaxt onun da uzun saçları vardı. Valid işdən gələndə mütləq o validlə qoşa gələrdi yoldaşımla. Şad olurdum. Deyir, dayı Ofelia xanım, heç soruşmursan ki, ay Arif müəllim, evə nöş getmirsən, bizə gəlirsən. Deyirəm, axı, mən istəmərəm onu sənə sual verim, ürəyivə dəyər. Deyir, yox, mən sənin xörəkləri yeməyə gəlirəm. Əvvəlcə gəlirəm burada, iştahla yeyirəm, doyuram, sonra gedirəm. Deyirəm, niyə? Deyir, sənin xörəklərin dadlıdır. O qədər dadlıdır ki, mən doymaq bilmirəm, utanıram, əlavə deyim ki, əlavə çək. Deyirəm, utanma, ürəyin istəyir, çəkim iyi də. Allah rəhmət eləsin hamısına, Validə də, Arifə də. Yəni, vaxt tapmışam. Bunları eləyirdim, sonra gedirdim işə. Bir də gördüm, səhər saat 4-dür. 2 saat vaxtım qalıb. 6-yacan yatırdım, 6-da dururdum, hazırlaşırdım, 8-də işdə olurdum. Ofelia xanım, necə oldu televiziyaya keçdiniz? Məcburən keçirdilər məni. Valid Sənaani televiziyada işləyirdi deyə keçdiniz, yoxsa? Yox, məni gücdən keçirdilər televiziyada. Televiziyanı sevmirdiniz deyəsiniz. Xeyr, Nəbi Xəzri keçirdi. Dedi, sən yaranmışsan televiziya üçün. Radio üçün verilişlərin hansıdır, onları saxla. Mən də uşaq verilişlərini saxladım. O vaxt biləyən gedirdi, indi də gedir. Onları saxladım ki, əzizdir mənim üçün uşaqlar həmişə. İndi də gedirəm. Elə vaxt o ki, ürəkləri ağrıyır ki, tez-tez gəlməyim. Özləri maşından gəlirlər, mənə aparırlar, gətirirlər evə. Bir 4 dənə birdən yazıram və yaxud da 5 dənəsini birdən yazıram. Hər həftə gedir. Ofelia xanımın bizim qulağımızda qalan bir səsi var. Biləyənəm, biləyən, bilikləri məndədir. Həminki o veriliş. Əlini verdi, dost olaq, mən biləni, sən də bil. İlk yaranan biləyən Ofelia xanımla başladı və indi Ofelia xanımla da davam edir. Bəli, davam edir. Elə bilirəm ki,
O veriliş gələndə mən cavanlaşıram və atdana gedirəm. O film Heç televiziyada ilk olaraq hansı verilişlə başladınız? Elə yenə də uşaq verilişlərindən başladım. Sonra da böyük bayram verilişləri, səhər verilişlərini xüsusən aparılmışam. Filmlərə də çəkilmisiniz və Bəli. bildiyim qədərilə sizin qaynatanız, bizim tanınmış, məşhur aktyorumuz, xalq artistimiz Mövsüm Sənani deyəsən sizi Valid Sənanidən daha çox istəyib, daha çox diqqətli olub. Bəli, bəli. Niyə davam eləmədiniz filmlərlə? İstəmədim. Özüm istəmədim. Bilirsiniz necə? İşdən ayrılandan sonra bildim ki, ayrılmaq vaxtıdır. Sizcə siz Mövsüm Sənaniyə desəydiniz, yəni o istəyiniz olsaydı, Aha. o icazə verərdi sizə filmlərə çəkilməyə? Özü çəkilsəydi, hə. Ancaq özü çəkilməyə. Amma bu şərtlə ki, özü də o filmdə iştirak eləsin. Mücrü filminə necə çəkildiniz bə? Mücri Gülüsen Hüseynoğlu'nun da o telefilm idi. Kinostudiyada çəkilmirdi o. Aha. O elə adi bir yerdə, bir salonda çəkildi. Gülüsen Hüseynoğlu idi, ssenari müəllifi. Ssenarini də mənə verdilər əvvəlcə, əzbərlədim o ssenarini. Çox ağlamalı ssenaridir, yazıq qadın 4 yetim uşaqla qalmışdı. Çörək tapmırdı. Bir damcı çörək tapanda gətirirdi, uşaqlarına verirdi. Uşaqları da aç saxlayırdılar səhərdən axşama qədər ki, aç qalsınlar. Sonra onlara çörəyi verəndə gözlərinə təpirdilər çörəyi. Bilinirdi ki, acdılar. Qəşəng alınmışdı. Amma mənim də o filmə çəkiləndə mənim heç yadımdan çıxmaz. Elə yadıma düşəndə ağlayıram. Anamın yadına gəlir. 41-ci il idi. Mən balaca idim 5 yaşında. Yazıq anam özü də qərib idi. Heç kəsi Bakıda qohum əqrəbəsi yox idi. Məni salırdı yanına, gedirdi qonşulardan çay istəyirdi. Ki, uşaq çay istəyir, dəmləyə bilmirəm, çayım yoxdur. Atam cəbhədədir. Bu adamın bir adamı yoxdur yaxınlığında ki, gəlsin buna kömək eləsin. Yazıq qadın dilənirdi, çay istəyirdi qonşulardan. Bir dənə bizdə qonşu vardı, Səkinə xala, köhnə Bakılı idi, milyoner idi. Anamı gördü, oturmuşdu blokunun ağzında. Gördü gözler gedir. Qayıtı Gülü, niyə gedirsən ağlaya-ağlaya? Mən də yanındayam, balacayam. Dedi, uşaq çay istəyir, heç kəsdən çay ala bilmirəm, qəribəm, heç kəsi tanımıram. Dedi, ay Gülzar, çay istəyirsən, gəl məndən istə, heç kəsə yalvarma. Sən də bizim balamızsan, qəribsən. Gəl, Səkinə xala idi, Allah ona rəhmət eləsin. Qədimi bəylər qızından idi. Dedi, məndə həmişə çay da var, konfet də var. Sonra özü də bizim həyətdə su yox idi, biz onların həyətindən su gətirdik, köhnə məhəllədə yaşayırdıq. Annama su da verdi, bağışladı belə bitonlarla suyu. Tək uşağı idi, Zofiyyə xanım idi. Onda hələ ki, atam müharibədə idi, 45-ci ilə qədər tək idim. 45-dən sonra bacım oldu, sonra qardaşlarım oldu. 2 qardaşım ikisi də durur, bacım da durur, sağdılar maşallah. Allah can sağlığı Hə, versin. Allah can sağlığı versin, amma ən böyükləri mənəm. Hər məsləhət olanda məndən alırlar məsləhətlərini. Mənlə məsləhətləşirlər, hesablaşırlar. Yaddan çıxartmırlar. Mənim kiçik qardaşım var, çox belə həddən artıq diqqətçildir. Hər axşamüstü gəlir mənə dəyir. Ofa, necəsən? Bəlkə bir şey almaq lazımdır. Adı Füzulidir. Bəlkə bir şey almaq lazımdır. Gedim alım, gətirim sənin üçün. Deyirəm, yox, hər şeyim var. Hər şey var. Sizin heç dəyişməyən təbəssümünüz var. Nə ilə bağlıdır sizcə bu? Ürəklə. Ürək gərək təmiz olsun. Əsəbləşə bilirsiniz? Yox, əsəbləşmirəm. Hər şeyə yaxşı baxıram. Hər şeyə əsəbi baxmıram. Çünki əsəbləşsəm, hər şeyə əsəbi baxsam, o başqa cürə olar. Mehribançılıq olmaz. Valid Sənani çox yumşaq xarakterli insan. Çox, həddindən artıq mehriban. O məni qoymazdı işə gecikməyə. Mən axı kinostudiyaya dublaja gedirdim, dublajdan gəlirdim. Aparırdı məni maşınla, gətirirdi məni maşınla. Mən gəlirdim, görürdüm ki, mənim klokum dolub. İşə gedirəm axı, acam, səhər 9 tamamdan dublajdayam. Ekrandır, böyük ekran, ayaq üstə yazırıq. Oturmaq yoxdur. İnanırsınız, gəlirdim, görürdüm ki, süfrəmi də qurub,
tez ofa yi, tez mən sənin maşınına aparım, tez ol, 14-də çatım ki, mən də xəbərləri, o da baş redaktor idi xəbərlərdə. 14-də oxuyum, cəmaata çatdıraq. Tez yedizdirirdi məni, gətirirdi, çayımı da tökürdü, içizdirirdi. Uşağı kimi salırdı mənə qabağına aparırdı işə ki, mən gecikməyim. Belə insan idi. Alicənab, mehriban. Nə bilim, mənim yadıma gəlmir ki, mən haçan oyuna mübahisə eləmişəm, ya sözümüz düz gətirməyib, olmayıb belə şey. Dağlarda döyüş filminə çəkilmişdiniz. Necə xatırlayırsınız? Ən yadda qalan nə oldu o filmdən sizdə? Ən yadda qalan mənim qaynatam olub. Bir yerimiz var idi bizim Şahmarla, Allah rəhmət eləsin ona da. Dağlarda döyüşdə dağdan aşağı qaçırıq. Dağdır da, qayalıqlardır. Bu mənim əlimdən tutdu ki, mən yıxılmayayım. Qaçanda birgə qaçaq. Möhsün qışqırırdı ki, qızın əlini burax. Fərux, qızın əlini burax. Əlindən tutma. Ay Möhsün müəllim, necə əlindən tutmayayım ki, qayalıqdır, qız yıxılar, burnu başı çatlayar, qanayar, ağzı, çənəsi çatlayar. Niyə yaralayaq uşağı? Mən tutum əlindən ki, rahat düşək də. Hə, yaxşı, yaxşı, yaxşı. Şahmar Ələkbərov, rolda Fərux idi də. Ola bilərmi ki, filmə çəkilməkdən kənar tutan məsələ Möhsün Sənani oldu? Yoxsa öz istəyiniz yox idi buna? Yox, daha doğrusu öz işimə hörmət elədim. Günün ekranı oxuyan adam filmə çəkilməyə ixtiyarı yoxdur. 200-dən çox filmi dublyaj eləmisiniz. Dublyaj da elə bil ki, filmə çəkilirsən. Ayaq üstə dayanırsan, ekranın qabağında oturmursan. Ayaq üstə. Bir dəfə Leyla Bədirbəyli ilə rolum var idi. Çəkilirdik. Leyla ilə də 2-də birgə gəldik kinostudiyaya. İndi gəlmişik, yazırıq. Böyük ekranda özdə ayaq üstə yazırıq da. Bir də gördüm ki, Leyla xanım çantasından çıxartdı bir parça yağ çörək, üstündə də qəşəng pendir. Of, hamını ye, bunu yeməsən səni qoymayacağım yazmağa. Deyirəm, Leyla xanım, axı yeyəndə adamın səsi dəyişilə bilər. Dedi, dəyişməyəcək. Sən səhər 8-dən sahib istəsən, mən də səhərlə səhər 8-dən orada olmuşam. Mən gördüm ki, sən bir stəkan su da içməmişsən, çay da içməmişsən. Heç olmasa bunu içkinə ki, axşam 7-yə qədər ayaq üstə dayana biləsən. Onu yedizirdi mənə, sonra çəkdi ekranın qabağına. Ürəklə başladıq yazmağa. Amma Ədil İskəndərov yazıq, Allah ona rəhmət eləsin. Allahım, ay Ofeliya, bu ekran nə deyib, belə eləyir deyə mənə. Bax, fürdün, danışdın, fürdün göyə. Nə qaldı göydə, heç nə. İzin də qalmır, səsin də qalmır. Amma gəl burada otur bizim divanda. Səsin də qalsın, pensiyon da qalsın, maaş da verək sənə. Pensiya çıxanaycanda səni filmlərə çəkək. Hansı rol istəsən, sənə hər cürə rol yaraşır. Ana rol da yaraşır, qaynana rol da yaraşır. Mənim sənin istedadına heyfim gəlir. Yaşlı adamam, mənə qulaq as. Qulaq asmadım. Ofeliya xanım, Çünki işimi sevirdim. artıq maşallah 84 yaşınızı qarşılayırsınız. 85-ə keçməyə 85-ə keçirsiniz. Qocalmaq necə bir hissdir? Mən hiss eləmirəm qocalmağı. Mən hələ də bəzi vaxt uşaq oluram. Ağlamalı rol olanda görürəm ki, ağlamalı da ağlayıram. Hissiyatımı gizlətmirəm. Belə də hələ ki, darıxmıram, biləyənə gedirəm yenə də. Həftədə bir dəfə uşaq səsi ilə oxuyuram. Səs də dəyişməyib. Elə uşaq səsləri çıxır oradan ki, balaca, 5-6 yaşında. O 5-6 yaşında uşağın səsini də çıxarda bilirəm. Səs dəyişməyib. Maşallah, 84 yaşında üzünüzdə qırış yoxdur. Ürək təmiz olsun gərək. Xəbis olmayasan. Valid Sənanidən sonra həyatınızda nə dəyişdi? Valid Sənanidən sonra məndə qəmginlik həyatı başladı. Darıxdırıcı həyat başladı. Həvəsdən düşdüm. Ad günlərinə də getmək istəmədim. Ad günlərinə gedəndə heç olmasa böyük qızma deyirəm, ya oğluma deyirəm. Yaxın qohum əqrəbənin ancaq ad günlərinə gedirəm. Artıq uzaq böyük kampaniyalara getmirəm. Darıxıram Valid üçün. Çox darıxıram. Yeri görsənir.
Ofeliya xanım, sevgi nədir? Sevgi gözəl şeydir. Sevgi ilə yaşayan adam qocalmaz.